Stalinin maşın bağışladığı Azərbaycanlı dahini kim öldürdü? 1938-ci ildə Arşın Malalan və Koroğlu operalarına baxan Stalin Üzeyir Hacıbəyova qaz M1 maşını hədiyyə edir. Lakin ermənilərin gözü bunu da götürmür. Moskvada keçirilən musiqi müsabiqəsində münsiflər heyətinə Stalinin göstərişi ilə Üzeyir Hacıbəyov başçılıq edirdi. Azərbaycanı təmsil edən ifaçılar arasında ermənilər olsa da, Bakı erməniləri Moskvaya məktub yazırlar ki, Üzeyir Hacıbəyov millətçilik edir. Başqa millətlərin müsabiqədə iştirakına mane olur. 30-cu illər üçün bu ölüm hökmü demək idi. Başdan ayağa böhtan olan bu ərizə sakit təbiətli bəstəkarın əsəblərinə ciddi təsir edir və o şəkər xəstəliyinə tutulur. Əsl faciə isə bir müddət sonra xəstəxanada başlayır. Həkimi erməni Osipyan ona səhv müalicə yazır. Ona görə də Üzeyir bəy bir ay ərzində 18 kiloqram arıqlayır, orqanizmi zəifləyir və ürək tutmaları başlayır. Yavaş-yavaş əriyən dahi Azərbaycanlı 1948-ci il noyabrın 23-də ürək çatışmazlığından vəfat edir.